Salamlar, hər vaxtınız xeyir, əziz, gözəl, daimi izləyicilərim, kanalımın abunəçiləri. Hər birinizi salamlayıram buradan. Sanki hər dəfə, hər dərs sizlərlə canlı dərs keçirmiş kimi, sanki üz-üzə durmuşuq və qarşı-qarşıya dayanmış formada mən sizə dərs keçirəm. Özümü bu şəkildə təsəvvür edirəm. Sanki öz şagirdlərimsiniz kimi. Bu da nədən irəli gəlir? Mən düşünürəm ki, qarşılıqlı hörmətdən, sevgidən irəli gəlir. Siz oradan bunu mənə ötürə bilirsiniz. Mən də sizə o sevgini ötürə bilirəm və bu məni çox xoşbəxt edir. Xoşbəxtəm ki, sizlər kimi abunəçilərim var. Mənə çox gözəl sözlər yazan şagirdlərimiz var. Məsəl üçün, Təbriz Zülfüqarov, onun adını xüsusilə qeyd eləmişəm. Gördüyünüz kimi başqa bir rəngdə qeyd etmişəm. Səbəb odur ki, ən gözəl sözləri, son zamanlarda xüsusilə ən ürəyə yatımlı, ən çox pozitiv mesajların sahibi Təbriz Zülfüqarovdur. Buradan onu salamlayıram, dərin hörmətimi bildirirəm, sevgimi bildirirəm. Həmçinin Zəhra Əhmədova qızımıza salamlarımı göndərirəm. Günəş Günəşli, görün nə gözəl adı var. Əsma Əliyeva, Aysel İsabalayevaya, Nuray Həmzəyeva, Pəri İsmailova, Pəri də mənim adaşımdır. Bəzən uşaqlar yazanda ki, mənim adınız nədir, mənə gülməli gəlir. Çünki o qədər kanalımda abunəçisinizsə, bu qədər müddətdə, yəni ən azından orada profildə adımı görməmsinizmi, mənim adım nədir? Və həmçinin Zəhra Əhmədova, görürsünüz, Zəhra Əhmədovanı nə qədər çox istəyirəm ki, 2 dəfədən qeyd eləmişəm. Bir də gözəl adı olan Səringül Zülfüqarlı qızımıza hər birinizi salamlarımı göndərirəm. Əzizlərim, gözəllərim, hər birinizi sevirəm buradan. Bu smayları da sizlər üçün göndərirəm hər zamanki kimi. Gəlin dərsimizə keçək. Küləklər şəhəri Bakımız. Bugün dərsimiz Küləklər şəhərindəndir. Küləklər şəhəri deyəndə ilk ağlımıza gələn təbii ki, Bakı şəhəridir. Bakı deməli Xəzər dənizinin qərb sahilində yerləşir. Bakı şəhəri Xəzər dənizinin qərb sahilində yerləşir. Burada il boyu müxtəlif növ küləklər əsir. Bunlardan soyuq şimal küləyi olan Xəzri və cənubdan ölkəmizə daxil olan isti gilavarı misal göstərmək olar. Tanınmış, bu diqqətlə qulaq asın. Deməli Xəzri küləyi şimal küləyidir və soyuqdur. Şimaldan gəldiyi üçün soyuq külək yaradır. Amma gilavar küləyi cənubdan gəlir deyə tropiklərdən əsir, cənub istiqamətdən əsir. Yəni cənub isə daha istidir. Şimaldan gələn küləklər soyuqdur deyə Xəzri soyuq, gilavar isə isti hava yaradır. Tanınmış səyyah Əbdürrəşid Bakovi şəhərdə güclü küləklərin əsdiyinə görə Bakını Küləklər şəhəri adlanıb. Yəni Küləklər şəhəri sözü kimdən gəlibdir? Əbdürrəşid Bakovidən gəlib ki, sağ olsun, belə bir adla tanıdıbdır Bakımızı. Küləklər fərqli istiqamətlərə əsərək müəyyən ərazinin hava şəraitinin formalaşmasına təsir edir. Ancaq hər bir yer üçün bir istiqamətdə olan, bir istiqamətdə daha çox əsən küləklər, yəni hakim küləklər formalaşır. Yəni belə deyək də, il ərzində ən çox elə istiqamətlər var ki, ən çox oradan əsir külək. Bax, ona deyirlər hakim küləklər. Məsəl üçün, bir ay ərzində şimal küləyinin sayı daha çox olarsa, orada hakim külək şimal küləyi olar və yaxud da ki, başqa bir nümunə, məsəl üçün, cənub-qərb küləyi çox olarsa, onda hakim külək, yəni hansı günlərdə daha çox olubsa, hansı külək çox olubsa, o olacaq hakim külək uşaqlar. Külək gülü, deməli, ancaq belə küləkləri müəyyən etmək üçün külək gülü diaqramı tərtib edilir. Külək gülü hansı məntəqədə, müəyyən zamanda əsən küləklərin istiqamətini qrafik üsulla təsvir edir. Baxaq, deməli, burada məsələn, yanvar ayı üçün külək gülü bu şəkildədir. Birinci addımı necə eləyəcək uşaqlar? Üfüqün əsas aralıq cəhətlərini çəkirik. Yəni, üfüqün cəhətləri hansılardır? Məsəl üçün, şimal, şimal-şərq, şərq, cənub-şərq. Keçən dəfə demişdik bunları. Cənub-qərb-qərb və şimal-qərb. Bunları çəkdikdən sonra yazır ki, ay istiqamətdə müşahidə edilən küləyin əsməyə başladığı istiqamət külək gülü üzərində qeyd olunur. Küləksiz günlərin də sayı, məsəl üçün, deyək ki, burada şimal-şərq küləyi 10 dənədir. 10 dənə xət belə işarə eləyəcəyik. Şimal küləyi 5 dənədir. 5-in buradan qeyd eləyəcəyik. 3 dənə məsəl üçün şimal-qərbdir. Nə bilim, 4 dənə qərb küləyidir. 2 dənə cənub küləyidir. Cənub-qərbdir, cənub-şərq hamısını qeyd etdikdən sonra biz bunların uclarını birləşdiririk. Baxın, həmin o küləklərin, qeyd etdiyimiz külək güllərinin uclarını birləşdiririk və belə bir şəkil ortaya çıxır.
Ortadakı 2 rəqəmi isə, yazılan 2 rəqəmi küləksiz günlərin, yəni şəlakətin miqdarını göstərir. Küləksiz günlər həmişə ortadakı boşluğa yazılır uşaqlar. İstiqamətlər üzrə sonuncu qeyd edilmiş hissələr birləşdirilir. Diaqramda küləyin daha çox şimal-şərq küləyi olduğunu baxın görə bilirik. Çünki burada qeyd edeyim. Yine qələmimiz getdi. Şimal-şərq küləyi daha çoxdur. Ona görə burada təbii ki, hakim külək nə olacaq? Şimal-şərq küləyi olacaq. Belə. Bu dərslər bu fəaliyyət mövzusunda izah edəcəm. Bir də dəyərləndirmə mövzusunu izah edəcəm. Yer kürəsində buzlaqların əmələ gəlməsi prosesi uyğun relyef, hava şəraiti və su ehtiyatlarından asılıdır. Şəkildə Antarktida buzlarının formalaşma mərhələsi verilmişdi. A şəklinə əsasən buzlağın əmələ gəlməsini izah edin. Baxın, görün nə gözəl mənzərə, qar sevənlər üçün əsl dərs budur. Baxın, inanıram ki, sevə-sevə qulaq asacaqsınız, öyrənəcəksiniz. Gəlin mən bu dərsi sizlərə tapşırıqlarınızı izah edim. Deməli, Küləklər şəhəri Bakımız. Gəlin tapşırıqlarımıza baxaq. Demək olar ki, izah etdiyimiz dərsdən 1 qram belə kənara çıxmır. Eyni şeyləri suallarda verir bizə, öyrənməyimizi yoxlamaq üçün. Xəzri küləyi ölkəmizin ərazisində daxil olduqda havanın temperaturu azalır, gilavar isə əksinə temperaturu artırır. Əlbəttə ki, bu doğrudur. Niyə görə yanlış olsun? Xəzri küləyi şimaldan daxil olduğu üçün havanın temperaturunu aşağı salır, ona görə də soyuq küləkdir. Gilavar küləyi isə isti küləkdir, çünki ölkəmizə cənubdan daxil olur və temperaturu artırır. Mətnində də verilmişdi zaten. A şəklində Bakı şəhərində soyuq və yağıntılı hava şəraiti təsvir olunubdur. Belə hava şəraiti hansı yerli küləyin? Təbii ki, burada şimaldan daxil olduğu üçün xəzri küləyidir. Temperatur azalır, yağıntılara səbəb olur. Xəzrinin təsirinin əksi olduğunu söyləmək olar. Həmçinin burada brizləri də demək olar. Brizlər də yarana bilər. Deməli, bu külək xəzri küləyidir, dağıdıcı küləkdir. Təsərrüfata ziyan vurur, şimaldan əsir çox güclü küləklərdir və soyuq hava şəraiti yaradır. Üçüncü sualda cədvələ əsasən dəftərinizdə Bakı şəhərinin iyun ayı üçün bu çox maraqlıdır. Bunu belə bu şəkildə mən dediyim kimi qeyd edin uşaqlar. Hazır formada istəmədim. Dedim sizlərlə birlikdə təsvir edək. Cənub, şimal və qərb. Ortalarda qeyd edin. Şimal, şərq, cənub, şərq, cənub, qərb və şimal, qərb. Sərbəsiz yaza bilərəm. Çünki mən bu qələmdən işləyə bilmirəm. Qəti şəkildə alışa bilmirəm bu qələmə. Ortada bir dənə dairə çəkirik. O dairəni mən necə için təmizləyim ki, içinə şəlakəti yazmalıyıq. Yəni, küləksiz günlərin miqdarını uşaqlar ortaya yazacaq. Biz ora qeyd edəcəyik. Deməli, şəlakət burada göründüyü kimi 3'dür. 3'ü bura qeyd edəcəyik. Sonra şimal küləyi 3'dür. 3 gün şimal küləyidir uşaqlar. 1, 2, 3 belə qeyd edəcəksiniz. Cənub küləyi 9 gündür. Bax, elə bu cədvəldən də görünür ki, hakim külək cənub küləyidir uşaqlar. Demək, aşağıya doğru 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Siz sərgəli çəkəcəksiniz bunu əminəm. Karandaşdan istifadə edin, transparterdən istifadə edin. Şərq küləyi 2 gündür. 2 gündə şərq küləyini qeyd elədik. Qərb küləyi yenə həmçinin 2 gündür. Şimal şərq küləyi bu da 2 gündür. Şimal-qərb küləyi isə 1 gündür. Cənub-şərq küləyində də 3 gün qeyd elədik. Cənub-şərqə də 3 gün. Cənub-qərbi birinci oxudum. Cənub-şərqə də qeyd elədim 3 gün. Şəlakət günləri də ki, ortada yazdım uşaqlar. İndi bu rəqəmi nə etməliyik? Bu daha doğrusu bitən yerləri, hər birinin ucunu bax bu şəkildə belə birləşdiririk. Çox qəşəng bir şəkil alındı. Burada göründüyü kimi ən çox küləklər cənuba doğru əsmişdi. Cənuba əsdiyi üçün burada hakim külək, cənub-qərb küləyi 5 gündür uşaqlar. Bunu biraz artırmaq lazımdır. Amma ən çox hakim külək təbii ki cənubda əsdiyi üçün 9 gün cənub küləyi əsdiyi üçün burada hakim külək də qeyd edin. Hakim külək cənub küləyidir. Bax belə. Bu şəkildə gözəl bir rəsm ortaya çıxdı. Siz daha səliqəli çəkin. Adınıza layiq çəkin. Qəşəng olsun. Utandırmayın məni. Və dəyərləndirməyə keçək uşaqlar. Burada yer kürəsində buzlaqların əmələ gəlmə prosesi uyğun relyef, hava şəraiti və su ehtiyatlarının asılıdır. Şəkildə Antarktida buzlarının formalaşması mərhələləri verilmişdir. A şəklinə əsasən buzlağın əmələ gəlməsini izah edin. Deməli, Antarktidada buz örtüyü necə yaranıbdır? Milyon illər ərzində
yaranmış bir prosesdir, mürəkkəb bir prosesdir. İlk öncə qar yağır. Qarın yağması ilə başlayır. Antarktidada qar az yağır. Ümumiyyətlə indi də qar o qədər də çox yağmır ora. Və əsasən sahilə yaxın ərazilərə düşür. Suya yaxın ərazilər suyun təsiri ilə balıqlar dedik axı. Suyun miqdarından, suyun təsirindən, relyefdən asılı da düşən yağıntı ərazilərə düşür. Qalaqlanmış, yəni üst-üstə yığılan qarın çəkisi əvvəlki illərdə əriməyən qarla sıxır, qarı sıxır. Bu sıxılma qarın yüksək sıxılığa malik buza çevrilməsinə səbəb olur. Yəni qar sıxılır və sıxlığa malik, yüksək sıxılığa malik buz formasına yaradır. Öz sözlərinizdə yazın, çalışın ki. Bu buzlaqlar qitənin yüksək daxili hissəsindən kənara, sahilə doğru hərəkət edir. Bu da buzun qitə sahilində tədricən yayılması səbəb olur. Deməli, dağa qalxan alpinist, bayaqlar o alpinisti gördük. Hər biriniz şəkildə baxın. Havanın temperaturunu əvvəlcə dağın ətəyində ölçdü. Dağın ətəyində dəniz səviyyəsi 0 metrdə. 0 metrdə idi səhv eləmirəmsə. Bəli, o alətləri götürməyə əmin olduqdan sonra dağa dırmamağa başladı. İndi baxaq görək X-də, Y-də nə qədər temperatur olacaq. Biz qaydamızı bilirik ki, ilk öncə qələmimizi götürə bilsək. Məsəl üçün, bu dağdır deyək ki, bu dağdır. Dağın ətəyində 0 metr hündürlükdə temperatur neçə dərəcə idi, yadımda qalmayıbdı. Daha doğrusu deyəsən, 0 metr hündürlükdə 15 dərəcə idi. Deməli, 2500 də bəs nə qədər olacaq? 2500-dən nə qədər olacaq? Biz onun üçün demək hündürlük fərqini tapmalıyıq. İlk öncə 2500-dən 0 çıxacaq. Böyləcə 2500 metr. Gəlin görək, tənasibi quraraq 2500 ilə 0 arasında neçə dərəcə fərq var, onu tapaq uşaqlar. Biz burada 1000-ə 0,6 dərəcə, 2500-ə, daha doğrusu 100-ə 0,6 dərəcə, 2500-də x dərəcə yazacağıq. X-in 15 dərəcə olduğunu tapacağıq. Tapdığımız bu x nədir? 0 ilə 2500 arasındakı 15 dərəcə fərqin olduğunu göstərir. 0 metrdə 15 dərəcədir. Biz də demişik ki, dağın zirvəsinə doğru getdikcə temperatur aşağı düşməlidir. Bu 15-dən də aradakı fərq olan 15-i çıxacaq. Beləcə 0 dərəcə. Eyni zamanda digər Y nöqtəsində, Y deyəsən 3500 idi, səhv eləməmsə. O zaman da 3500-dən 0 çıxacaq. Onunla da hesablaya bilərsiniz. 2500 əsasən də hesablaya bilərsiniz uşaqlar. İzah edeyim bunu mən. Deməli, baxın bu dağdır. 0 metrdə 15 dərəcə qeyd olunubdur. Bəs 2500 metrdə neçə dərəcədir? Bir də 3500 metrdə neçə dərəcədir? Tapmaq üçün ilk öncə, məsəl üçün 2500-ü tapın. Bunun üçün uşaqlar ətəklə zirvə arasındakı və yaxud da 2500 metr hündürlük arasındakı hündürlük fərqini tapaq. Burada 0 metr verməyə bilər, məsəl üçün 200 metr verə bilər, nə bilim 1500 metr verə bilər, fərq yoxdur. Birinci növbədə biz hündürlük fərqini tapmalıyıq. 2500-dən 0 çıxacaq, 2500 eləyəcək. Düzdürmü? Biz tənasübümüzü qursaq, yazacaq. Bunu yazmayayım hələ ki. Tənasübümüzü belə quraq, gedib orada ilişib. Tənasübümüzü qursaq olacaq 100-ə 0,6 dərəcə və yaxud da ki 1000-ə 6 dərəcədə yaza bilərsiniz uşaqlar. 1000 metrə 6 dərəcə dəyişir. 100-ə, indi kitab verdiyi üçün 100-ə 0,6 yazıram. 1000-ə 6 dərəcədə yazıb 2500-ə x dərəcə yazacağım. Buradan alacağım x-imiz 15-dir. 15 dərəcə. Dağın ətəyində 15-dirsə, zirvəyə doğru getdikcə, yuxarıya doğru getdikcə biz bilirik ki, temperatur azalır. Temperatur da təzyiqdə düşür. Ona görə 15-dən də 15-i çıxacaq 0. Deməli, bu məntəqədə 2500 hündürlükdə 0 dərəcə temperatur alınacaqdır. 3500 yox, 3000-dir bu arada. Deməli, 3000 metrdə necə tapacaq? 0 və 3000 arası da tapa bilərsiniz. 2500-dən 3000 arası da tapa bilərsiniz. Fərqi yoxdur. Deməli, 0-dan 3000 çıxanda burada 15 dərəcədir yenə. 3000-dən çıxanda 0 elə 3000 eləyəcək. Tənasübümüzü quracaq. 1000-ə 6 dərəcədirsə, 3000-ə də x olacaq. X bərabərdir 18 dərəcə. Bu zaman 15-dən də 18 çıxacaq. Eləyəcək -3 dərəcə. Və yaxud da ki, 2500 ilə 3000 arasından da hesablaya bilərsiniz. 2500-də biz tapdıq bayaqları 0 dərəcədir. Bəs 3000-də nə qədərdir? Aradakı hündürlük fərqi birinci növbədə tapılır. 3000-dən 2500 çıxanda 500 qalacaq. Biz tənasübümüzü quracaq. Hər zamanki kimi birinci olacaq 1000-ə 6 dərəcə. Siz 100-ə 0,6-da yaza bilərsiniz. 500-ə x dərəcə. Buradan x-i tapacağıq ki, elədir 3 dərəcə.
Və 0-dan da 3 çıxanda yuxarıya doğru gedir. Yaxı 0-dan da 3 çıxanda -3 eləyir. Bu şəkildə də yaza bilərsiniz. B şəklinə əsasən sualları cavablandırın. Birinci, ikinci şəkildə qurğuların fəaliyyəti haqqında hansı resurslar? Demək, birinci şəkildə verilən panel günəşdir. Günəş enerjisindən gələn elektrik enerjisinə çevrilməsidir. Digər isə küləyin enerjisini elektrik enerjisinə çevrilir. Yəni, iki mühüm resurs, külək və günəş enerjisidir bunlar. Bunlar çox önəmli resurslardır. Bakıda hər iki resursa aid şərait var. Bakı həm küləkli günlərin saatı çoxdur, həm günəşli günlərin miqdarı çoxdur. Bunlar tükənməyən enerji mənbələridir, alternativ enerji mənbələri sayılır uşaqlar və ekoloji cəhətdən də çox təmizdir. Bu enerji mənbələrindən istifadə etmək çox faydalıdır ətraf aləmə. Müəyyən etdiyiniz resurslar təbiətə necə təsir edir? Alternativ enerji ekoloji cəhətdən təmizdir. Bayaq dediyimiz kimi bu resursların təbiətdə müsbət və mənfi təsirləri ola bilər. Məsələn, müsbət cəhətlər çirklənmənin qarşısının alınması, tükənməz olması, ekoloji cəhətdən təmiz olması. Amma mənfi cəhət odur ki, uşaqlar səs-küy yarada bilər, ətrafı poza bilər, vizual görüntünü poza bilər və yaxud da quşlara, orada yaşayan canlılara, göydə uçan məsəl üçün yarasa olsun, quşlar olsun, onlara mənfi təsir göstərə bilər. Bir də ki, düşünün ki, külək olmayan günlər enerji hasilatı daha da azalacaq. Küləksiz günlərdə enerji hasilatı azalacaq və s. Özünüz də bilirsinizsə, əlavə məlumat araşdırırsınızsa, götürüb bunu da yaza bilərsiniz. Hər biriniz fərqli cavab yazmaq istəyirsinizsə. İnanıram ki, dərsimizi sevərək izlədiniz, anladınız və anladıqdan sonra götürüb yazırsınız. İnanıram buna. Özünüzü çalışın, aldatmayın. Bura yalandan baxıb şablon sözləri ora köçürməyin. Çox xahiş edirəm. Gələn dərsimizdə görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın. Sağ olun.